Gol qeydə alınmırdı. Anladım. Aha, yox alınmır anam. Sonra handbolda xətlər meydana daxil idimi? Daxil. Daxil idi. Handbolda belə deyim də sizə püşşatma ilə başlayırdı, oyun üçün başlayacağı. Bəli. Aha, yaxşı. Mərkəz dairənin diametri nə qədər idi? 4. Qapçı əlindəki topla qapçı meydançasından çıxa bilər. Çıxa bilməz. Aha, bəs tilyə çıxa bilər. Çıxa bilməz. Çıxa bilməz də. Əlindəki topla qapçı meydançasına girə bilər. Xeyr. Top qapçıya deyə arxa xəttdən çıxdıqda oyuna kim başlayır? Qapıdan. Qapıdan başlayırdı. Top müdafiə olunan komandaya deyə arxa xəttdən çıxdıqda kim başlayırdı? Rəqib komanda. Rəqib komanda yan xəttdən. Hə. Yan xəttdən. 3 saniyə qaydası neçə halda tətbiq olunur? 3 halda. 3 halda. Belə- Ya, Hə. de. 3 halda. Mərkəzdən, bir də yandan, bir də Mərkəz 7 metr oyuncu topu tutdu. hə. Aha. Yaxşı, oyunçu oyunda 4-cü addımı atarsa bu qayda pozuntusudur. Oyun necə bərpa olunur? Sərbəst. Aha, sərbəst zərbə ilə bərpa olunacaqdı. Top hakimə dəydikdə oyun dayanır, davam eləyir. Davam edir. Davam eləyirdi. Oyunu meydanda neçə hakim idarə eləyirdi? 2 hakim. Ümumi görüş ərzində neçə taymat götürə bilərik? Ümumi 3'dür. 3 dənə. Hər time biri, bir də aralıq. Aha. Oyun vaxtının bitməsinə 5 dəqiqə qalmış bir komandanın istifadə edə biləcəyi timeoutun sayı nə qədərdir? 1. Bir dənə timeout idi, bəli. Yaxşı. Handbolda belə deyək də müəllimə sizə, handbolda yaş kateqoriyalarına görə oyunun vaxtında fərq olurdu. Var. Var. Aha. Yaxşı. Handbol kim tərəfindən yarınıb? Morgan deyil. Muhtemelen yardım bir şey Holgen. Danimarka'da yaradılıb 11'lər. Holgen Nilsel. Aha. Yaxşı. Bəli. Yaxşı. Handbolda müəllimə Avropa və dünya çempionatı neçə ildən bir keçirilir? 2 ildən bir. Qəşəng. Təşəkkürlər anam. 2 ildən bir. 2 ildən bir keçirildi. Yaxşı. Avropa ilə dünya üst-üstə düşdükdə hansı keçirilir, hansı qalır? Dünya çempionatı Aha. keçirilir. Dünya çempionatı keçirilirdi. Handbolda qalibə məğluba verilən xalımız nə qədərdir? Qalibə məğluba 2-0. Aha, 2-0 idi. Yaxşı. Yaxşı. Bəs bizə sual düşsə ki, müəllim, handbolda belə deyək də, bir komanda neçə dənə sarı kart alma şansı var maksimum? 3 dənə sarı kart ala bilərdi. Bəli, 3 dənə sarı kart ala bilərdi. Yaxşı. 4-cü kimə düşərdisə oyun necə davam eləyirdi anam? 2 dəqiqə azlıqda 2 dəqiqəli yazlıqda oynayırdı, bəli. 2 dəqiqəliyi tamam olmadan oyunçunun oyuna qayıtma şansı var. Aha, əvəz etmə zamanı. Bəli, əsas oyunçu meydanı tərk eləmədən ehtiyat oyunçunun meydana girmə şansı var. Xeyr. Yox idi, bəli. Əvəz etmə mütləq şəkildə əvəz etmə xəttindən